Fəzilətli şeyx, Allah sizi müvəffəq etsin. Uca Allah kəlamında həqiqətən yaxşı əməllər pis əməlləri aradan qaldırır. Sual verən, Allaha bütün əzaları ilə asi olmuş bir insanın etdiyi hansı yaxşı əməllər onun günahlarını aradan qaldıra bilər deyir? Böyük günahlara gəlincə, böyük günahlar yalnız tövbə ilə bağışlanır. Yaxşı əməllərin kəffarə olunması isə kiçik günahlara aiddir. Həqiqətən yaxşı əməllər pis əməlləri aradan qaldırır ayəsi kiçik günahlar barəsindədir. Bu 5 vaxt namazla olur. Çünki bir kişi Peyğəmbərin sallallahu aleyhi və səlləm yanına gəlmişdi. Bu hadisə ayənin nazil olmasına səbəb olmuşdu. Həmin kişi Peyğəmbərin sallallahu aleyhi və səlləm yanına gələrək, özünə halal olmayan bir qadınla cinsi əlaqədən başqa hər cür halal olmayan əmələri etdiyini xəbər verdi və soruşdu. Mənim üçün tövbə varmı? Peyğəmbər sallallahu aleyhi və səlləm ona cavab verməyib, sustu. Nəhayət uca Allah bu ayəni nazil etdi. Gündüzün 2 başında, əvvəlində və axırında və gecənin bəzi saatlarında doğru düzgün namaz qıl. Həqiqətən yaxşı işlər pis əməlləri silib aparır. Bu yada salanlar üçün bir xatırlatmadır. Burada yaxşı əməllərlə aradan qaldırılan günahlar kiçik günahlardır. Həmin kişi dedi, ey Allahın Rəsulu, bu hökm yalnız mənə aiddir, yoxsa bütün insanlara? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, xeyr, bütün insanlara aiddir. Beləliklə, 5 vaxt namaz vasitəsilə Allah kiçik günahları silir. Necə ki hədisdə gəlir, 5 vaxt namaz bir cümə digər cüməyə və bir Ramazan digər Ramazana qədər olan kiçik günahlara kəffarədir. Əgər günahlardan çəkinlərsə, kəffarədir.